Salam dostlar, bugün bir mövzu haqqında danışmaq istəyirəm. Sosial şəbəkələrdə artıq dəb halını alıb, deməli internetdə insanların, xanımların, yəni Azərbaycan xanımlarının bəzilərinin, bunları xanım da demək olmur, elanları görüşürəm, nömrələrini qoyublar, nə bilim erotik videolarını qoyublar, neçəyə görüşürəm. Yəni bu insanlar ümumiyyətlə düşünmürlər ki, bunlar tərbiyəsizlikləri ilə, əxlaqsızlıqları ilə hara gedirlər. Siz təsəvvür eləyin ki, videolarda paylaşırlar, yanında az yaşlı uşaqları var, nə bilim belə ağlı kəsən uşaqları var, 10 yaşında, 12 yaşında uşaqların yanında, nə bilim evinə hansısa bir kişi daxil olur, nə bilim mənim saxladığım insandır, gəlir həmin insanın arvadı var, başqa yerdə həyat yoldaşı var, gəlir, girir bunun evinə, işini görür, çıxır, gedir. Bu oğlan uşağı da, nə bilim qız uşağı da görür ki, anasının yanına kim gəldi, hə, anasına bir 100 manat, 200 manat verdi və bununla da dolanırlar. Valla bu dolanış yolu deyil, bu çıxış yolu deyil. Kimsə deyir ki, mən dolana bilməm, gedib pozğunluğa, əxlaqsızlığa meyil sallam. Bu çıxış yolu deyil. Yəni insan puldan ötürü bədənini satmaz. İnsan puldan ötürü yəni pis işlərlə məşğul olmaz. Yəni bu nə qədərcə zəifçilikdir, iradə zəifçiliyidir. Təsəvvür eləyin ki, həmin o az yaşlı uşaq sabah nə nəticə götürəcək, nə düşünəcək ki, mənim anam pozğundur, üzr istəyirəm, qəhbədir, həmin o pozğundan doğulan övlad nə olacaq ümumiyyətlə? Gələcəkdə nə edəcək? Həmin qız uşağı əlbəttə ki 15-16 yaşından gedib pozğunluqla məşğul olacaq, anasının yolunu davam elətdirəcək. Yəni oğul nə edəcək? Oğul da gedib narkoman olacaq, nə bilim hansısa pis işlərlə məşğul olacaq. Bu cür tərbiyəsiz anadan ümumiyyətlə normal övlad olacaqmı? Əlbəttə ki olmayacaq. Və biz bununla hara gedirik? Hansı yəni gələcəyə, hansı istiqamətə gedirik? Təsəvvür eləyin ki, siz yəni elə bir videolar çıxır ki qarşımıza, yəni biabırçılıqdır. Allaha and olsun biabırçılıqdır. Yəni ana öz övladının yanında elə hoqqalardan çıxır ki, nə bilim bunun pulu var, bunun imkanı var. Övladı da elə də gəzir ki, elə bil ki, anası belə o qədər gözəl iş görüb, o qədər gözəl belə şərait yaradıb, evinə gətirir, deyir ki, mənim anamın yaşadığıdır, anamın sevgilisidir. Artıq elə bir dəb halına alıb ki, yəni belə rahat da qəbul edirlər ki, yəni mənim anamın fırlandığıdır. Bəzilərinin ərinə belə gedib deyirsən ki, sənin arvadın belədir də, yəni bir düşün günə qərar çəkirsən, deyir, neyinim ki, uşaqlarım var. Yəni neyinim ki, uşaqlarım var, onda sən də bir qeyrət, binamus adını al gənan, götür Yaxova, necə ki, götürmüsən sən Yaxova ki, doğrudan da binamus bir şərəfsən sən. Yəni belə bir binamuslardan doğulan övlad, belə bir binamuslardan olan övlad, yəni Azərbaycan gələcəyi, yəni bəzi insanlardan ibarətdir və bu gələcək də Azərbaycanı hara aparacaq? Yəni İraq yaxşılardan Allah yaxşıları qorusun, Allah Azərbaycan dövlətini qorusun.